niyə namazı yaxşı qadağan eləmirlər? Niyə orucu qadağan eləmirlər? Və niyə hicab? Ən mühüm məsələsi mən deyərəm ki, ictimai fəsadın artırılması ki, bayaq işarə elədik. Cəmiyyətdə şəhvətin artırılması. Gənc ki, məktəbdən tərbiyə tapır, məktəbdən yetişir, ictimaiyyətə çıxır da. Niyə məktəb elm ocağı adlanır? Çünki ora dəyərlər insanlara tədris olunur. Uşaq o dəyərlərlə yetişdiyində, o dəyər onun üçün artıq müqəddəsə çevrilir. O inancla yaşayır. Əgər hicab məsələsi məktəblilərdə qadağa edilirlərsə, məktəblilərə deyirlər hicab geyinməyin, gəlin. Bu məsələ artıq bir hicab məsələsi məktəbli üçün dəyərsiz olur. Azərbaycan gənci üçün dəyərsiz olur. Belə olduğu halda bu o biri yaşlarında da buna bir dəyər kimi baxmayacaq və artıq hicabdan istifadə eləməyəcək, hicab geyinməyəcək. Bu da cəmiyyətdə fəsad yaranmasına səbəb olur. Hicab olmasa açıq-saçıq geyinəcək. Gəncləri özünə cəlb eləyəcək, oğlanları özünə cəlb edəcək, qız uşaqları. Onların istədiyi kimi gənclər məsələn şəhvət, mən nə bilim işrət, başları qarışacaq, əsl hədəf yaddan çıxacaq. İlahi hədəf yaddan çıxacaq.